Sıxılırsan, Bizon Ice Coffee ilə monotonluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. Yeni ildə mebellərinizi Bizim Ev Mebel şəhərində yeniləyin. Bizim Ev Mebel şəhərində 100-dən çox mağazamızda rahatlığınıza və zövqünüzə uyğun yumşaq, yataq, gənc və ofis mebellərini tapa bilərsiniz. Hər büdcəyə, hər zövqə uyğun mebellər üçün sizi Bizim Ev Mebel şəhərinə dəvət edirik. Ünvan: Bakı-Sumqayıt şossesi, 7-ci kilometr, Riyad Ticarət Mərkəzi. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə İki qapı arasında serialı başladı. Meşədəyəm, aşağıdalar. Qarlı dağlar aşaraq, o bir sevləri dolaşaraq, gəldim sizi görməyə, həm də sevindirməyə. Bayramınız mübarək, nəvələrim, necəsiniz? Ata, çox sağ ol. Şaxta baba kostümü sənə çox yaraşıb. Neyim, sizi sevindirmək üçün eləyirəm. Ay mənim balalarım, çox sağ ol, sağ ol. Çox kövrəlirəm, Sadiq Baba, sən nə belə oldu? olanda. Yox, babama heç nə olmuyor. Ha, ben hiç öyle. Sən ki bizi belə ayaqda saxlamaqdan ötürü hər hoqqadan çıxırsan, hər cildə girirsən. Da bilmirəm nə qalıb ki, obraza girməyəsə bizim ailəni sevindirməkdən ötürü. Arkadan sen beni kaldırırsan, ben böyle tərifləmeyim. Başkanım, sen beni yere soktun, yere cümlesizden, iki sözünü desene. Sen bir de ben tərifləmeyim, xahiş eləyirəm. Ey mənim ləvələrim, verin görüm şaxtan başın nə hazırlamsınız, nə istəyiniz var, ver görüm. Mənim sözüm qurtarmayıb axı. Ay, tez yox da sən söhbət eləyə bilirsən. Gələsəm sonra söhbət eləyəcəyik. Ay Sadiq, sən ürəyinə qurban olaram Məhəmməd. Sən bilirsən də nə qədər geniş ürəyin var. Başına dönərəm. Amma sənə bir söz deyim. Değişdirəm. Sənə qurban olaram. Sən mənim başımın tacısan da. Bayramımız şən keçsin, əla keçsin deyə. Ha, sən də onu kimi deyəsən, sən ki, min hoqqadan çıxıram. O kimdir Sadiq? O şey, nə, sən bir dənə cümlə axıra kimi deyək. Quşdadın elə bilsən, o kimdir? Ha, bayram günündə niyə qanqaratıq sarsan? Sən də qaraya bürüyəcəm mənə, o kim idi? O, Ha, sevginin qonşusu Fazil. Bacımın Fazil, əri, dönə bacımın bilmədim əri deyəsən. Fazil. Belə Ha. deyim, niyə uzaqdan deyirəm ki? Bəx mən şaxta baba paltarında görür, deyir ki, bəs sən adamsan, bu nədir ki, insan? Mən deyim, mən ailəmi, uşağımı əyləndirmək üçün eləmişəm də. Burada ayət nə var ki, belə dedim mən də. Ata, bir istəyimi yerinə yetirə bilərsən? Yavaş, başım getdi meşədəsən. Uşaq istəkdir, onu yürüdə səsli qağa, biraz şeylər. Ey, oğlum, hamıya dedim, hamı başa düşdü, konvertləri yazdılar, qoydular da istəklərini başıma dönüm. Sən də biraz ayıq uşağı, sən də nə istəyin var, yaz qoy, şaxtaba gələcək, konvertləri açacaq, arzuna çatdıracaq. Canın yanmasın. Nə qəşəng görünürsən. Əlini dəyiş, yeməyi sonra gedərsən. Yox, dedim bir bacım gildə sevindirim, onların da yeni ilini təbrik edeyim, ondan sonra, geyindim də, əynimə geyindim də, bacım gilə gedirəm. Başqa yerə getmirəm ki, o gedim onları əyləndirim. Gələcəm birazdan. Ged onu özüm də əyləndirəcəm. Hey! Ana, məktəbdə soruşsalar ki, atam nə işdir? Deyim ki, gündə bir işlə məşğuldur ya da şaxta baba işdir. Bala, çalış o sualı verən olmasın. Heç. Hardadılar ha? Qarlı dağlar aşaraq! Ay kendimizin mert, korkmaz iki dokunları. Evimize yat, şahta baba girip. Ay Fazil,
Ay Fazil, bəs mən yenə qoydum Ay mən başını ortalıqda bırak, ay geziyor. bacım, mənəm. Ha böyle kişi olar. Sadık Ha sənsən. buradan boşa geçsin da. Ay elə deme. Yine evimde bir kişi var da. Elə deme. Ay başım böyle kişidense bir tane bunu yola sal geçsin. Hunduşkalak bayramlarda kesse karnımıza nese geçsin. Bile ki hayırlı görürük. Hinduşka. Hadi hunduşka kalsın. Yo, hinduşka yo. Elə demə. Ay Sadık. Sən burada neyindi? Səni bu vaxtı bu nədir? Bu nə zınqırovdur? At bayram günü de geldim sizi şenlendirem, hediyeler zat verem. Bu da benim yaxşılığımdır. Hediyə? He. Vay, onu çıxartdı, sıxıldı ürəyim ki, bu Şaxta babadır. Mən Şaxta babaya zada inanmıram. Amma hədiyyə demişkən, mən o hədiyyə arzumu yazıb, Duyğugildə yolkanın altında qoymuşam. Yəni orada getsən, bacının xəttini tanıyırsan. Biləsən ki, bu bacının yazısıdır. Hədiyyəni də bir qardaşımdan görüm. Ben hala sizden hediye görmüyorum. Öyle bütün gün haliniz belədir. Bak, erərimiz Yaxşı da, yaxşı. Hayat həll eləyərəm, bayramınız var. Gedirsən? Ha. Gedəndə görüb mənim Fazilim küçədə zad dolar, soyuq dolar, don vurar onu, gəlsin. Ay yavaş, ayağına sarsan. Hadi görsəm çağıraram, olmasa don vursa səhər isti suya qoyarsan açılar. Bunun ərim var bana. Nəyi? Hey! Vay yaqa xeyir vermə, Fazil! Vay? Vay Cəvat! Hət bizə çaqqal girib, o çaqqal! Ay nə qışqırırsan, səsimin tonunu biraz aşağı sal, hə? Vay məşsum o çaqqal, bir dənə qoyarım darmadağır olarsa ha! Deyirəm mənəm, inanmırsan? Ha mən nə bilim, bəlkə sən Fazilin səsinə danışan çaqqalsan? Hə, çaqqal özünsən, hə? Mən Faziləm, sən Sadiqsən. Sənin Ləman adında qızın var, Kamuran adında oğlun var. Amma anaları fərqlidir. Ay yox, sən nə çaqqal adam imişsən ay Fazil. Mən qarışdırdım sağ ol oğlum və başqadır. Hələ təmkinli ol. Ged otağında yat başqadır. Nə varsan ki burada? Hava alıram. Hava alır. Hə, dayan görüm, hə. Sən rəng doluymuş şu. Hə, belədir. Sən yaşa. Hey! Yoxlayaq görək. Nə yazıbdılar? Şahtabadan nə istəyirlər? Ha, bacım. Əziz Şaxta baba, mənim arzularımı apar, Sadiqə çatdır. Qardaşım Sadiqə de ki, imkan olsa mənə elə bir şey alsın ki, ayağımı yerdən götürsün. Bacı deyil, başda nəyə problem deyil, necə onu ver, bunu ver. Əlimi uzadıram, ətəyimi aparırıq. Fazil, öl dana. Sadiq, bilirəm ki, məktubu açıb oxuyursan. Mən bacıva dönə-dönə tapşırmışam ki, yeni ildə Sadiq mənə bir dənə maşın alsın. Cip olsa əla olardı. Ay Fazil, xəcələt çək, öl, yerə gir, dilənir. Bu adam bizim evə gəldi, gəlmədi. Diləndi. Vəfadar? Vəfadar oradan bura məktub yolluyor. Görəm. Əziz dayım, bu məktubu mən telefonla demişəm, atam yazır. Eşitdim hamı səndən maşın istəyir. Heç kəsə heç nə eləmə sən canım. Sən pulu yerdən yığmırsan ki. Sənin qadan mənə gəlsin, ay Vəfadar. Adıva layiq bir dənə maşın mənə al dayı, bəsdir. Mənim qadam sənə geçsin, ay Vəfadar. Öl dana, dədəsini oxşadı. Bu nədir? Çaplı yazır, Vəfadar kilometr yazır. Nə olar ay oğul, mənim sinə daşımı dəyiş. Burada hamının baş daşı var məndən başqa. Nə olar ay oğul, mənim sinə daşımı. Dədəm yazır, dədəm Vəfadar yazır. Ürpələndim, kişi o tərəfdən bu tərəfə bildiyin. Qopdu be. Bir də bacım gilə geçsəm, məndən o tərəf adam yoxdur.
Mənə skuter al, sürüm. Baş soğursan skuter sürdün. Sevgili Mətvanı da. Ay ömrüm, əvvəl bir səsini çıxart. Sonra şeylə də. Niyə öz götürdün? Hə? Sən Mətvanı axtarıram da deyirəm, sevgilimin, həyat yoldaşımın Mətvanı. Ay sevgilim. Bunları axtarırsan, Sadiq? Adı bu da, bəli. Sevgilimin Mətvanı, həyat yoldaşımın, bir dənəmin Mətvanı, canımın içi. Sevgi sənə niyə yazır ki, mənə maşın al, hə? Nə vaxtdan sevgi sənə maşın aldırır? Mənə yazmayıb. O Şaxta babaya yazıbdı. Orada da Məcid çaşıb məndən gəlib evə. Sən Şaxta babasan? Şaxta baba paltarında bəyək gördü. Sadiq yazıb, Şaxta baba yazmayıb. Sadiq yazıb. Sadiq mənə maşın al. Lap belə yazıb, bildiyin. Gör nə qədər sırtıq kirəkeşdirsə. Məni Şaxta baba paltarına görüb, gəlib buradan kiranın pulunu şeyləmir, buradan hələ maşın da. Mən onun həyat yoldaşına deyəcəm ki, ey sevgin nədir, nə də? Sən sevgiyə deyən məktub yazıb, heç nə istəməsin. Yaxşı, başla. Oldu, öpürəm. Öpdü, qutardı? Bunu nədən aparırsa məktub, belə də verəcəm, deyəcəm, söhbət qutardı. Qutarma deyə həli. Ləmanə yazır ki, ata, mənə kukla al. Ata yazır? Bəlkə elə mənə atasından xəbərim yoxdur. Yox, xəbərim yoxsa, yox. İndi orada şey ola. Hamı hər şey biləcək. İndi mən burada detal deyim. O atasına yazır ki, ay ata, mənə kukla al. Mən də çaşıb, o məktubu götürmüşəm, getmişəm. Onu mən Ləmanın atasına vermədim. Ailəmanın atası. O uşağa kukla al, o uşaq sənin ailələrini dağıdacaq. Amma çaşıb özümlə yatmışam. Sən nə istəyirsən, onu denən, bayramımızı təbii. Bırak da bunlar başım, bırak da ucuz şeyləri qaçma. Yaxdın diləndə. Sadiq, mənim sürücülük vəsiqəm var axı. Bir dənə də maşın alırsan mənə, bacımın ürəyini partladıram. Necədir? Bildiyim avtomobil istəyirsən. Bayramda adam utanmır elə. Yaxşı, başlı gözləmsən, yıxıl yat, sabah avtomobil alacam. Söz versən? Sənə söz verirəm, küçük gibi söz verirəm. Uzun sən sürücülük vəsiqəm var da, mən sənə Davelis'də şey də vermişdim də, Davelis'də sürməyə də, mənim maşınımı. İndi sənin öz sürücülük vəsiqənlə özün sürəcəksən. Sürücülük vəsiqəsi var. 19 bal cərmə gedir məndən sağ, bugün sabah əlinə alacaqlar. Uğurum, sənə bir dənə şad xəbər deyəcəm. Şəxsi sevindiyindən ürəyin xarab olacaq, qəşş eləyəcəksən. Xülasəm. Trendə qoşulmuşam, məni təbrik elə. Və əsdə odur ki, deməli trendə görə yeni illə bağlı evində nə köynə-möynün var, hamısını çıxardıb atırsan bayıra. Mən də gözümü döndüyüm, daha ət çəkərinə tutmuş televizora qədər köhnə nə var idi, hamısını tulladım getdi. İndi deyəsən, mən də trendə qoşulub səni atım bayra. Nə şurayı Uğurum? O ət çəkəni niyə atıbsan o? Sənə qurbanım, ət çəkənin adı qalmışdı, ət çəkən. Heyvancı gözünün dişləri qalmışdı ki, qırıq-qırıq idi. Əti buradan atırdı, bir yana dip-dili çıxırdı. Yaxşı. Və televizoru niyə atıbsan? Nədir biz hər il televizor almalıyıq? Ay Uğurum, başına dönüm, hər il deyəndə ki, o vaxt o televizoru sənin rəhmətli baban 1956-cı ildə televizor tezə çıxanda alıb gətirib qoşmuşdu evə. Bizim evdə məndən sonra ən çox qafazlayan o televizor idi. Neyiniyim, qafazla ikiniz eşləyirsiniz də? Xeyr olsun sanatkar. Aman qaşaq televizorda, ekranda yetişədir. Ay getdi, ay, sənin gözümün ben. Ay Kamran. Şirə, yeni il yaxşı gəldi, qəşək başladı. Başı xeyirli uğurlu olsun, sağlıqla.
Şadlıqlara sürəsiz. Bilirdim ki, bu qapıda bir gün bax belə bir maşın olacaq. Min dəfə xeyirli uğurlu olsun ay başı. Onun arabası var. Gözəldir, gözəl. Rengidəki özəldir, Sənin başın qurban olsun. Deyirəm, o qurban olduğumu yaradan səni mənə çox görməsin, Aysan. Əldən xeyirli olsun dedim, mənə şirinlik. Şirinliyə görə belə edirsən. Hala, bu yüzlüyü də maşına elə benzin vurarsan. Yox, mən şirinliyə görə də bu boyda maşın almışsan. Nə şirinliyi, ay Sadiq, elə danışırsan ki, başın sağa qurban. Çox sağ ol hər şeyə görə. Başın, bilmirim ki, nətər sənə minnətdar olsun. Sən ki, mənim o arzumu yerinə yetirdin, o məktubda yazmışdım, bu arzumu yerinə yetirdim. Bilmirəm elədir, başın qurban. Maşın mən almışam. Sən almamısan. Mən almışam maşını. Bəli, mən bacıma maşın aldım. Bu maşını mən aldım, bəli. Bildim də, başım biraz incidi səndən, inciyibdir. Niyə? Niyə bana belə lentlə bağlatdırmadın ki? Nə lent? Öz darvazanıza qara lent bağlayayım. Yaxşı eləyirəm, əcəb eləyirəm. Sən kimsə, səndən mən söhbətləşməliyəm, ay bala. Əcəb eləmişəm, bacıma maşın almışam. Bəli, yaxşı eləmişəm. Özüm bilərəm, aldı. Ay qızım, ay başına dönüm. Bir də nəniyə hər şeyi çatdırma. Sən niyə getdin nəniyə dedin bu maşın söhbətini? Soruşdu, dedim. Sən deyirsən, yalan danışma. Məni gördün, bir düz uşaq oldu, belə uşaq olmur, ay qadan qalır. Düz deyir, anam. Sən xeyir olub gedib başına maşın alıbsan, mən dura-dura. Mənim qara kişi. Nə? Qara kişinin sarı kişmişi. Maşını sənə almışam, ay başına dönəm. Prosta istədim sürpriz eləyəm. Həm də həyatımızda yer olmadı deyən apardım bacım gilim. Həyatımda saxladım. Nədər söyündü, düzündürəm. Ata, həyətimizdə yer var axı. Düz deyir də 2 maşınlıq yer var həyətdə. Kim bilsin biz xoşbəxt ailə olarıq. Həyatımızda hamıya yer var, mənə yer yoxdur. Sən bax bu gedişlə məni bu evdən qaçırdı. Mən getsəm bu evdən ac qalacaq. Ac niyə qalıram? Bəs aliment? Fikir versən, aliment. Bunun beyninə bax, bu uşaq ikinci kurukdur yaşayır, ha bilərsən. İndidən fokusları var, məni soydun ha həyatdan. Sənə qarşı, bu ailəyə qarşı mən soyuram. Yavaş-yavaş keçirəm o tərəfə, bacım bu tərəfə. Uğur kişi nə axtarsan? Bir yeni il adəti var, onunla maraqlanıram. Nə adəti? Deyir, elə bil ki, köhnə əşyaları atırlar, yerinə təzəsini alırlar. Gəlmirsən mebel almağa? Yox, mebel almağa gəlməmişəm. Deyirəm, görün burada mağazaların hansı köhnə mebeli atır, onu tutum. Nə tutsam qənimətdir. Ay Uğur kişi, buradakı mebellər hamısı ağır mebellərdir. Atarlar, qalarsan altında. Çox sağ ol ki, məni fikirləşsən, çox sağ ol. Səni fikirləşməliyəm də. Sən olmayandan sonra tək oturub yeyib içəcəm, deyəcəklər ki, alkaçdır. İmkan vermədin, 2 dəqiqə sənin haqqında yaxşı fikirləşim də. Yaxşı, gedim görüm nə edirəm. Evə mebel lazımdır. Yaxşı, mən də işləyəm də. Oldu, görüşərik. Oldu. Hara? Ay Vəfa, dükandan gəlirəm, patron yağları almışam bacı. Niyə? Çünki patron yağları tam təbiidir. Heç bir kimyəvi qatqısı yoxdur, özü soyuq sıxımla da əldə olunur. Uğurumun mədəsində biraz problem var, hər yağı qəbul edə bilmir. Həm də deyirəm, uşağım sağlam qidalansın ki, sağlam da dünyaya gəlsin. Ay qızım, ki, sənə bir şey deyim ki, mən bütün yeməkləri ilə patron günə baxan yağı ilə bişirirəm də. Fazil bu yağda bişən yeməkləri sevir. Əla, deyirəm, gedim duyğuya dediyim patron yağlarını. Az bir dəqiqə elə duyğu verib də yağı mənə. Gedim evə mən, gedim evə. Evə gedirəm. Nə
nə qəşəng nuş olsun. Nə qəşəng bir Ay yerdəsin. Sadiq, çox sağ ol. Səhərdən bu sevgi bacına o qədər danışıb gülmüşük ki, yerim məlum. Gəl sən də otur. Biz onu içirik, keyfimiz elə kökə olur ki, söhbətimizə də dad qatır. Hə, nuş olsun, hə, Allah düz eləyirsiniz. Mənə baxa, sənin üçün də gətirim. Bizon, əziyyət çəkmə. Özüm gedərəm, bir kletka alaram, gətirərəm. Tək elə söhbətimiz biz ondan belə şirin olsun, tatlı olsun, qəşəng olsun. Yəni biz siz qanin qarışırma, biz onunla gəliriz. Ha, nə qəşəng qoymuş şura. Ay Sadiq başın qurban, deyirəm bizim mebel şəhərində. Bax, bax, 100-dən çox brend mağaza var. Bax, yüzünü də bitdə başın gəzdi. Həm də avangard, klassik, modern üslubda, yerli, digər ölkələrin yumuşaq, qonaq, yataq, mətbəx mebelləri. Həm çeşid çoxdur, başın qurban, həm də uyğun qiymətədir. Sənin qadın almayı bacı, özdə mebellərin hər birindən 2 dəst seçdik. Arvadlarımın ikisi də sürpriz eləyəcəm. Ha, sən nə danışırsan, Mən sənin arvadların üçün səhərdən ayaqlarımı qabar eləməmişəm, Özümə mebel seçmişəm. O arvadların onu sən. Mənim özdə mebelimə oxşamasın heç biri. Bildin nə var? Yox, arvadların. Başı bunu niyə indi deyirsən? Başıqa dur, bunu vaxtında denənlər. İndi mən gərək Qafqazın ən böyük 110 min kvadrat sahəsi olan bizim ev mebel şəhərini bir də fırlanım. Burada nə oturmuşsan, toya getmirsən? Ay Vəfa, biraz pulum var. Bilmirəm toya yazdırım, yoxsa təzə ayaqqabı alım, qalmışam belə. Allah, ayaqqabıların, gül kimi. Bu ayaqqabını nə vaxt aldın? Almamışam, sənin köhnə ayaqqabılarındır. Sadəcə Smart'ın o parıldadıcı boyalarından istifadə elədim. Oldu tərtəmiz qəttəzə. Hə, bu yaxşı oldu. Toyda dost var, düşman var, ayağa baxacaqlar. Çox sağ ol, Vəfa. Mən yox, Smart boyaları sağ olsun. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə 2 qapı arasında serialı reklamlardan sonra davam edir. Eləmədiyin bir bu qalmış idi, bunu da elədin də Sadiq. Sənin halalca, gözəl göçə həyat yoldaşın dura-dura, sən getmirsən hər gün ifritə bacım dedin, bacıma maşın almısan, hə? Sən heç görmək belə istəmirəm mən ucu. Hara gelsən? Mən hara gedirəm ki, canım gözüm? Sən üçün hazırlamışam və bu çamadanı sən gedirsən. Mən? Hə, sən. Hara gedirəm ki mən? Hara lazımdır ora. Bacıma maşın almışsan, gedilib bacının evində qal. Gördün axşama yatmağa yer yoxdur. Ayağını üstə qoyarsan, elə maşının içində də yatarsan. Necədir sənin üçün? Əla, bellissimo. Halal olsun, mükəmməl oynadın rolunu. Sənə deyim ki, sən çox gözəl aktrisasan. Hisslərini tam qabarıq formada tamaşaçılara çatdıra bilirsən. Alqışlayıram. Başa düşməm, necə ki? Ay dəli başını sən almışam. Sürpriz eləyirdim, özüm demirdim. Mən biraz dedim ki, belliyim görüm sən nə reaksiya verirsən, elə biləsən ki, bacımı almışam. O dəqiqədə şələ-şüləmi yığıb hazırlayırsan, bir çamadan səmi beşo. Hər evdə verim mən orada. Bacımın həyatında maşın saxladım ki, bacım çıxsın, görsün, qurtlansın da qırmızı maşını görsün, ürəyi sıxılsın. İstərsən sevgi görür, sevginin ürəyi sıxılır. Başa düşdün, bacı? Sevgim ürəyimi sıxılır ki. Ay deyirəm ki, sənə sevgimdən ürəyim sıxılır, tatdıra bilmirəm sevgimi sənə. Sən nə fikirləşdin? Yox, sən mənə çox sıxırsan. Qoş şələ-şüləmi götürüm gedib bacım gilə. Yox, sən mənə çox sıxırsan. Yaxşı da. Bu boyda sənin evin işin var. Sən bu cürə gözəl göçə həyat yoldaşın var. Hara gedirsən? Heç buraxarım səni. Maşın xoşdan gəldi. Qırmızı rəssən sövgülüydü. İkinizi də sövgün seyini deyək. Bacımla sənin ikinizi deyirəm. O birisi sarı sevir. Bir çay getirsin. Sarı nə də? Sarı 50 deyirəm. Mənə bacım o birisi sarı 50 sevir. Sən amma qırmızı maşın, qırmızı yüzdük. Hənlərini yetmiş maşın çay gəldi. Az danışdan, az danış. Vartıq kufurdayacağım, bığılı gedəcəm. Biraz az danış. Bunu da verərsiniz. Yaxşı. Hə, Uğur kişi, bütün mebelləri aldıq. Ürəyincə oldu. Əla, ürəyimcə nədir? Bir qaldı pulunu verim. Pulunu da verim, rahatlaşım. Xanım, neçə elədi? 5000 manat edəcək. 5000 manat, 5000 manat. Daha gün üstündə o qədər olacaqmış. Əgər istəsəz, kreditlə alıb hissə-hissə ay-bay ödəniş eləyə bilərsiniz. Əla. Şəxsiyyət vəsiqəniz üzərinizdədir? Şəxsiyyət vəsiqəsi, buna bax, nətər yadımdan çıxdı, üstümdə götürmədim. Bacı, sən 2 diplomlu adamsan da, yəni şəxsiyyət vəsiqəsi üstündə olur.
Hə, üstümdədir. Ha, lap yaxşı. Lap yaxşı. Fazil müəllimin adına olacaqsa sənədləşdirmə, o zaman hər ayın bu günü ödəniş edəcəksiniz. Eləyər, problem yoxdur. Çox sağ olun. Sağ olun. Sağ olun, eləyər, problem. Siz sənədləşdirin. Hə. Uğur kişi bir dənə vəfanı yığım məsləhət eləyim də. Oy, bir dayan görək də. Məsləhət nədir? Ha, mən kətdə həmişə deyirəm ki, sən belə zaftalı, sözü kəsərli kişisən, evdə ancaq sənin sözün keçir, sən də vəfa ilə məsləhətləşsən. Belə ki, pulu mən verəcəm, niyə narahat olsan ki? Yaxşı, amma sən canı gecikdirmərsən də. Ayıbdır. Sən mənim sağlığımı istəyirsən? İstəyirəm. Ay, sağ ol, boşdu sağlığını istəyər də. Bir dənə də xətrimi istəyən artdı. Onda gəl gedək, Görək. Ünvanı zaddiyə sənədləşdirək. Yaxşı. Mənim adım Sevdadır, sevdalı gözəl. Avalam mənim adım Sevdadır, sevdalı. Oğlum başındadır. Sənin adın Sevda deyil, sənin əzəmətli adın var. Hər kişiyə belə ad nəsib olmur. Yeganə. Sevda, yeganə sevda. Aşağı yuxarı eyni şeydir. Ümumiyyətlə sizin nəsildə ad problemim var. Sənin atan lətafət kişi. Həmişə hörmətli izzət. Nəsə atanın adına yaşıyor. Nə tadı, Alver nə yerdədir? Alver bal. Yeni ildən keçmişik yeni sistemə. Özün demədin, ay müəllim. Keç kart sisteminə, mən də keçdim kart sisteminə. Bunu istəyirəm, səndən bunu istəyirəm. Haramçılıq istədim, bacarmadın. Qul haqqı ye dedim, bacarmadın. Dedim, ağ yalan yox. Dummaq, yalan danış, bacarmadın. Alıb dura bilmirsən. Hepsi olmazsa əlin təmiz, ayağın təmiz. Kart sisteminə. Ver görüm, nə qədər alveri olub? Verim özünə hesabladım da. Hə, özümü hesablayıram. Bax, mən 8, 12 dənə almalar buradadır, almanın başını bırak. 36 dənə. 36 dənə. 36. Bu nədir? Bu nə kartdır? Mən kar olam, sən valet, kim eləyirlər balet. Mən kar olam, sən valet, kim eləyirlər balet. Kim eləyirlər balet? Mən eləyirlər balet. Kim eləyirlər balet? Mən eləyirlər balet. Ay, sənin bahtın bina. Bu nədir? Bir dənə bunu mənə başlayacaq. Bu nədir? Bu nə kartdır? Bu nə söhbətdir? Ay, mənim kartdır da sən dedin kartdan al veririm, mən də kartdan al verilədim da. Mən bu kartı deyirdim. Mən bu kart demirdim axı. Ay, mənim elə bir səni tormuzlanma gedir. Mən sən ürəyi hardan oxuyum? Sən dedin kartdan, mən də kartdan al verilədim. Yox, sən mənim ürəyimdə işləri bilsən, qaldıra bilməzsən ağır olar. Onda belə bir şeydir. Qurban, birini dedi, ürəyimdə. Sənin zat! Özdə hesabla. Ha, yaxşı, onda hesab. Dəm abi, sən nə çatmır? Bundan, bu nətər al verirsən? Bu kartla al ver necə olur? Sadə, ver. Denə. Bir dənə dama çəkdin, xanıma aid ərzaq nə varsa götürürsən. Əlvə atdın, bir dənə karol çıxdı. Karol nədir? Yaşlı kişidir. Yaşlı kişiyə aid ərzaq nə varsa götürürsən. Böylələri həmişə hörmətiniz olur. Bəli. Nağarlar, yaşlı kişilərə paltar taytan. 6-7 çıxanda? 6-7 də xırdadır. Qənddir, kibritdir, çörəkdir, yumurtadır, xırda şeylər. Bilirəm, mən sənə bir şey deyim, bəyək səndən qabaq bir dağıldım, 3 dənə tuzu nətər çıxartdım. Vay, şansa bax. Qassaya əlim atdım, bir dənə diri yüzdük. Verdin getdi? Verdim getdi. Özlər. Valent bita, buna nə düşür? Bita. Bitanı verərəm. Bu bitanı sən gələcəyinə yollayacam. Necə vaxt belə? Ayravana, çəndiriqa. Titraxuda, işvara. Bita qırıldı. Müəllim. Yekiş. Mən niyə bir sözün yoxsa mən kesim istədim? Kes. Vay, bunu necə vurub uzatmamışdım mı? Yoxsa evim tikildi. Bu ruhu çıxdı, öyle belə də zibilə düşdüm. Çara nə? Müəllim. Məni qabağında qəbristanlıqda düşürə bilərsən. Qəbristanlıq nədir? Qəbristanlıq. Ölürəm də bunun üçün. Mənim maşınımdan, Uğurum mənim üçün bundan almışdı. Sirən günləri ət çəkirdi. Bir də görün Uğurum işdən gəldi, gördü bunu. Dedi, bu maşın nə yaxşı çıxdı. Saat kimi işləyir, əladır.
şəxsi maşının motoru partladı. Deyirəm, mənim aləm üstə nəfs göz var. Ay bacı, itin nəfsindəyəm. Sənə qurban olaram. İstəyirsən sən işvi gör, yarımçısı qoyma. Sən əti çək, amma yığışdırma. Mən də ətimi gətirib iki daşın arasında çəkim qoyum ora. Yox, ay Qızılgül, götür, bu sənə qurbandır. Onsuz da belə ət çəkən maşınım da var, başqa maşınım da var. Tezi qavıyan maşını almısan? Yox, bildiyim belə 4 təkərli rollu yoxdur. İquşqa. Az yoxda 1.5 motor bildiyimiz maşın. Kim alıb az tezə maşını sənə? Kim alacaq? Sadiq. Nə? Sadiq? Sən bilsən Sadiq nətər ürək açıq oğlandır. O elə ürək açıqdır, elə gözü açıqdır, elə mərhəmətlidir mənim Sadiqim. Ağa, başa düşmədim. Sadiq sənə niyə alır ki maşını? Of! Can. Deyirəm ki, bu başın o quş yuvası olan, bax o başın ki var ha, gərək hər yerə, hər komaya, hər hinə, hər tinə soxasan da. Aslında evə lazımdır kim nə alır, kim nə satır, kim nə yeyir, kim nə içir də. Nə? Can. Ət çəkən maşın lazım deyildi. Götür, geçəcək də maşını. Maraqlı idi, deyir Sadiq, maşın deyirəm, nöş alsın ona. Az onu almayıb, mənə alıb. Mənə. Sənə nöş alır ağa? Az bacısı deyiləm, yadam bəyəm. Yeri ged, mənə alıb. Götür az, götür. Ayın artıq olsun. Bir dənə arvad deyil, bu. Bir dənə maşını da yoxdur ki, bir ət çəksin bədbəxt. Şeydir, qadan alaram, çox sağ ol, Allah razı olsun. Sən şey eləməmək üçün, göz nəzər qaytarmaq üçün güya dedin ki, maşını sağlıblar da. Sağ ol. Bir də mənimlə danışanda belə-belə yellənmə. İkincisi də ki, göz qaytarmaq nə idi, güya nə idi? Güya nədir? Sadiq elə maşını mən bacısını alıb da, kim almalıdır ki? Yad qızına, az yad elə yad deyil. Biz qan bir, can bir, hər şey bir olan bacı qardaşıq. Bildiyin nə var? Mən üçün yellənib eləmə. O necə yellənə gəlmisən ha? Sevgi elə yellənə də gedərsən. Açaram o təzə maşının bagajını, dolduraram o 2-3 dənə sınıq saltaq cehizim var. O da yəqin ki, sığmaz, elə boşluq qalar orada. Maş dədöyün evinə, bildin, özünü yığışdır və yerini bil. Deyirəm, arada bunun tozlu sirginə. Öz evin tozunu təmizlədin, qutardın, qaldı mənim evim tozlu. Nə olub az mənim evimə? Hə, neysə, mənə bax ya, bu köhnəlib, əlində partlayıb eləyərək birdən ha. Parını əlini vurma. O dəfə şalvar qalsın qıraqda, az qalsın ki, evi partladırdım. Tullayacaqdım ya, daha gəlmirsən də, götür apar. Payın artıq olsun. Narahat olma, mənim ərimin əlindən hər iş gəlir. Qızıl əl dillə uğurma. Verərəm, düzəldər. Az yaxşı, ağzı burnu əymə. Mənə bax, nəsə deyəcəkdin sən mənə. De görüm, nə oldu? Sən bilirsən, mənim qeybətlə söz gezdirməyinə aram yoxdur. Götür. Xoşum gəlmir. De. Öz aramızda qalsın. Xəbərim var. Nədən? Qonşumuz Sadiq yoxdur. Bu buru qonşu Sevgiyə maşın alıb. Az səhv başa düşmüsən, Sevgiyə niyə maşın alır ki, Sadiq? Mənə alıb, maşını. Sənə Sadiq? Qonşu. O dünya hara gedir? Sənə nöş alır ha Sadiq? Kim almalıdır ki? Bax, belə mənə alıb. Sən bilmirdin ki, Sadiq maşını kimi alıb, bəyaq dedim axı. Belə mənə alıb. Sağlıqlı qismət. Hə, bir də ki, az paxla gör. Qızıl gör. Üstümə niyə gəlirsən? O ütünü də götürürsən. İraq olsun ha. Can. O ütünü də götürürsən, nə qədər ki, alnının ortasından ütünün ləkəsi dəyməyib və alın yazın silinməyib. Çıx get. Bildiyin nə var? Eşitdim belə, görürəm belə o dəmir yığanlar olur ha. Elə dəmir dümür elə oradan buradan, kücdən, bucaqdan, həyətdən, bacadan yığırlar. Keçəndə bizim həyətdə 3 dəmiri olmayan bir pilləkənimiz var. Onu da bağışlayıram sənə. Ehtiyatlı ol. Payın artıq olsun. Yeri. Çox sağ ol. Keç dayı. Mənə bax, o getdi, getməyənə. Sən buna demirsən maşını kim alıblar?
Başa düşmədim. Mən açot verirəm ki, da bunu bütün el aləm bildi ki, Sadiq bacısı üçün maşın alıb. Nə palıdırsan? Yox, maşın lazımdır sənə. Gəl gedək otur. Hara istəyirsən, Vəfa səni çatdırsın. Aton ilə getmək istəyirsənsə gəl gedək. Pa, nə olub yenə sənin baldızlığın tutub yaman xod gedirsən ha? Sən yaman xod gedirsən. Az xod gedərəm də. Qardaşım xod gedən maşın alıb. Bir də ki, bu maşın söhbətini yığışdır. Qardaşımı dünya malına görə incitmə. Rahat bırax. Bildin nə var? Yanındakın da elə. Hə, yaxşı, ya. Bunu? Hə. Nilə? Yarım yatsın. Biraz aşağıdan. Bura. Bəlkə bütün gün eşələnib işləyir. Hətta oynamaq. Yaxşı, narahat olma. Yarım yatsın, ay bacı. Başına dönərəm, ay Sadiq. Nə yaxşı gəldin, görmədim Ay səni. Vəfa, fikrin işdə olsun. Öyle zəngələ toxumunu gətirsinlər. Nə toxum? Nə toxumu deyir? Sənə gördün mü? Bir xeyir dua ver, qardaş. Xeyr, Ay, sağ ol, olsun. Aydın deyən nədir? Deməli, otduq, fikirləşdik. Səhərə kimi elə götür qoy eləmişik. Hə, siz gecələr yatmışsınız, bildim orasını. İş görür, iş. Dedim ki, qardaş, belə olmaz da. Nə vaxta kimi mən qardaş əlinə baxacağam? Hə, bax onu düzəlib sizə. Ay, sağ ol. Dedim bir parnik düzənləyək. Qəşək ora. Pomidor stili atırıq. Ha, xeyirli bərəkətli olsun. Qəşək. Ha, xeyirli olsun. Hardasa hesabladıq ki, belə Rusiyyətə aparıb satsaq, aşağısı ha. Aşağısı. 40-50 min qabağıq. Aşağı. 40-50 min qabaq. Elə. Parnikdən 40-50 min. Hə. Ha, bu boyda ağac kəssəz, burada o boyda parnikdən mi gedin? Bilmirəm. Biz niyə həyətin ağacına əl vururuq? Ha, mənim həyatımda. Hə, yox. Arda, nə oldu? Elə bax, mən bu anda atam yadıma düşür, Vəfadan. Ha, sohbət heç yadıma düşmür. Tam beynimdən çıxardım. Mən sənə bir şey deyim. Mən də xatırlayım. Ay Sadiq, bir şey deyim sana. Dədəmin o yatdığı torpağa qurban olaram həyata. Onun mümbit, bərəkətli torpağı. Bilirsən də özün kartofuldu, nə bilim da zəfəran oldu, bilirsən. Qızıq oram yadıma salma, hə. Ay Sadiq, o gün cuma axşamı dedim dədəmin qəbrini baş çəkim. Əlimdə elə pomidor ye, budur burada. Pomidor ye. Heç nəyə pomidorun o cicəcəsi olmur belə. Atdım elə orada da qaldı. 2 vedrə pomidor yığmadım mı orada? Nə tər, yağış da yağı. Adam sen ki şeyi Hadi parikor delirsin. Şeyde bu 40-50 min dolar kazanç şey. Hala fikirdi. Ya ben son vaxtlar ilə sümüyüm sızırlayır atam. Yana çəkişim açıla. 40-50 min nətər böyürük bir dənə o haqq hesab ilə şeyləyək. Əla oldu. Yeni qəşə başladı. Hə, ailə daxili biznesdə ortaq puldur. Yox, indi ailə bildim. Mən payıma düşən də mən bilim. Mən özüm mənim də ailələrim var. Həqiqətən alayım. Ay sən deyirəm ailə daxili biznesdir. Ailə Vəfa ilə mənim aramda. Sən heç bir dənə pomidor da düşmür. Ne oldu? Ha. Eşitdin? Bacı, məndən alsaq adam yoxdur. Niyə? Onu bilirik də. Məndən şərəfsiz adam yoxdur. Məndən şəxsiyyətsiz evlat yoxdur. Əgər o pulun yarısını mənə verdiniz, dəyməyəcəm. Mənə o kişiyə hörmətim var. Mənə pul düşməsə, buldozer salıb, sefli traktor salıb, onun torfanı xındır-mınzırığını çıxartdırmasam, məndən şərəfsiz evlat yoxdur. Qəpiylə kimi yarıya bölür ya. Başa düşdün? Başa düşmədim. Bu torpaq tapsız əlinizə gələn əşkəsiz. Başa düşmədim, bilirsən. Dinlərəm ama. Buna bax, elə bir mən satdım Rusiyyətdən bu dəqiqə. Samolyotdan düşdüm, 50 də cibimdədir axı. Hələ heç nə eləməmişik. Yaxşı, ay Vəfa, yaxşı. Sonra. Qəpiylə kimi gətirsiniz, məndən bölürsünüz. Eləsə. Ökəkliyi burada bilinir, Ökəkliyi nətər danasını oxşadı. Ay Vəfa, sənə bir dənə söz demək istəyirəm. Deyirəm birdən əsəbləşərsən. Ay yox, sən məni əsəbləşdirmirsən. Bax, məni belələr əsəbləşdirir. Dey, boşuna dönərəm. Sən nə desən, mən əsəbləşmərəm. Sən mənim evimin dirəyisən. Sən mənim evimin kişisisən, kişisi. De görüm. Deməli, evin kişisi kimi belə eləmişəm. Sən kimsən ki, öz başına getmişsən başqasının üçün öz adımı kredit götürmüşsən, Fazil. Kim belə şeylir günün ilin bu vaxtında? Qonşu da neyini? Qonşu nədir? Bu dəqiqə qardaşdan qardaşa etibar yoxdur. Bu hər gün qonşuluq eləyir. Yox bir, döy qapını. Mən deyəcəm sözümü, döy qapını. Uğur kişi. Elə dur.
Biz oynayır elə bir. Elə deyirlər. Oğur kişi. Aç qapını, aç qangal gülü. Aç görüm qapını. Ne olub? Tez elə. Belə. Salam Aygüz, xoş gəlmisən. Nə xoş gəlmisən? Nə xoş gəl? Hansı günümüzə xoş gələ? Hə? Nə xoş gəl? Bizi nə giz yerinə qoymusunuz? Bəlkə Fazili, siz tək görmüsünüz, hə? Getmisiniz, evinizə nə alırsınız mən bilmirəm. Bu kişinin adına niyə kredit götürmüsünüz, hə? Sənə nə? Niyə? Nə şey? Ay başım, sən kişi söhbətinə qarışma. Bir dəqiqə dayan. Düzdür. Bir dəqiqə dayan, bir dəqiqə dayan. Uşağı tək görmüsünüz, hə? Tək görmüsünüz uşağı? Ay bacım, uşaq dediyin öz uşağı institutda oxuyur. Bilirsən nə var? Mənə dəxli yoxdur. Bildin nə var? Sənədlərinizi gətirirsiniz, gedirsiniz, krediti öz adınıza keçirirsiniz. Всё, sizlə qutardıq. Sizdə, biz bizdə. Vəssalam. Nə ehtiyac var? Qoy qalsın onun adına. Hadi, nə olacaq? Xeyr! Sənədləri verin mənə. Nə dokumentlər var, hamısını verin bura. Danışma sən. Danışma. Tək görüblər səni. Sənə problemdirsə verək də, nə problem var ki? Ver görək, ver. Bu mənim doğum haqqında şəhadət. Mənim nəyimə lazımdır, sən sağ doğulmayaydın heç. Bu hərbi biletim. Az başı işləmir bunu, nerə bir əskəri yaparacam. Bu dərmanımın instruksiyası. Bu vöynümün şəhadətnamə. Vacibdir, hə, sonra. Əsas da budur. Budur. Nədir o? Uzumun nəticələri. Ay oğul kişi, şəxsiyyət vəsiqəsi ver bir dənə qutarsın geçsin də. Dokument, əsas dokument. Şəxsiyyəti var ki? Var, itası itirmişəm. Hə, itib yoxdur. Yox, haqqa verməyin mənə. Bununki var. Bu Gül xətimininki şəxsiyyət vəsiqəsi var, onu ver. Ver bura. Elə də təsadüfən məndədir. Saxla bunu. Saxla bunu. Ala, bu da şey. Ay, sağ ol. Başqa nə narazılığın var ay Vəfa? Elə danışdı ki, biz bəyəm, özgə, elə buradan keçəndə Fazilə dedim ki, Fazil, yaxşı deyil, qapının arasına keçiriyoruz tərəfimizə. Bir qəşək bir bayramlaşıq. Yeriniz mübarək. Sənin də bayramın mübarək olmasın. Az gəl keçək bir təzə mebeliniz də mübarək, bir uğurlu olsa. Hər qonşu belə ürəyi açıq olmur. Ürəyimə görə Allah Gəl keçək, gəl. Ürəyimə görə. Yaxşı, çək sarı. Deyirəm, sən də yaman ağzı bütöv kişisən ha. Neyini mənim müəllimim sən olmusan da. Ha, yaxşı, keçək bir çay içək. Ha, bunu niyə bağladı? Sadiq, sən yenə iki başda oynayırsan ha. Bellissimo. Nə bellissimo? Bellissimo. Bu, yap sən əvvəl söhbət edin, sonra mən görüm bu nə bellissimo. Buradan mənə deyirsən ki, maşını mən almısan. Oradan bacın üstümə gəlir ki, maşını onu almısan. Onu da qoyuram bir qırava. Tanıyıb, hələ əsas sürpriz qabaqdadır da. Qızılgül də gəlir mənə deyir ki, maşını sevgiyə almısan. Qızılgül dedi? Hə. Qızılgül dedi ki, maşını sevgi almışam. Yox, sevgi dedi Qızılgül almışam. Qızılgül dedi. Yox, o zivili çıxış şeydim. Ya, şimdi orada belə bir şey var. Bir şey girmi dayan. Kökəlirsən ha, yaman ha. Hər şey olduğu kimi danışıram sənə. Sadiq, dinən, hər şeyi açıq aydın dinən mənə. Açıq deyirəm. Bacımın gözü götürmür. Sən maşını almışsan, istər-istəməz. Yəni özün heç nə yoxdur. Birdən biri qabağa yesin, baldızlıq eləyir, pərdanı açır səndən. Mən qardaşam, belə şeylər deməməliyəm. Vadar edirsən hər şey danış. O ki qaldı, o qonşu qadına, onun adı nədir belə? Duyğu. Hə, ad yadında qalmır deyən, ona elə qara kişmiş deyirəm. O qara kişmiş. Nə deyirsən? Kişmiş deyirəm da, ona ay qara. Kişmiş deyirsən. Deyirəm, ay kişmiş, ona qara deyirəm. Niyə ona qara deyirsən ki? Ləqəbi zatda onun nədir ki? Bir dənə 5 hərfli adı var da, Duyğu. Qara kişmiş nədir deyirsən? Mən o rəngini bilmirəm, nəyə rəhtəz? Mən də görməmişəm rəngini. Qara nə deyirsən ona? Ümumi deyirəm, daha yaxşı deyirəm ki, o qara pis-pisa. Mən nə deyim, yaxşı xanım deyim ona, qara pis-pisatdan. Elə də yaxşı olsun. Mən onun ərindən danışarım, tutaram onun ərini yaxasına, deyirəm, buraya, Yaxşı, özüm. Tutaram onun yaxasından deyirəm ki, həyat yoldaşın sana bağla, mənim arvadımın maşınına göz nəzər salmasın. Belə gedirəm onun ərini yaxasına, bax, belə yaxamdan tutacam, yaxadan tutacam, gedirəm qırğı salam. Yox da yox, sakitləş, özünə gəlsən.
sən alicənab adamsan, sən mədəni, göçək, gözəl adamsan. Nə oturtduğu yerdə onu hər Allah bilir. Haqq eləyəm mən. Bənə eləsən. Sakitləş oturtduğun yerdə. Yox, bu yeni il günü bir maşın gəlib. Bütün aləm dəyər bir-birini, beynim pozulur. Gör o maşını kim gətirdi bizim həyata qoydu bunu. Bütün kətdən soruşdum, bu maşını kim gətirib mənim həyatıma qoydu? Mənim yerlimi niyə problemi gətirdiniz? Bu nədir mən boş-boş? Hər yerdən savaşır. 2-3 dənə manat, 48 yaşım var, bir dəfə elə bir manat gör. Mən ağzımla ritmi verib yığıram da özümdə. Mən oynayıram. Yerinizin var ya, sənətkar. Bayramın var. Bayramın var. Amma mən sənətkar deyirəm, manat söhbət edirsin. Doğru şey olur. Deməli bir problemə düşmüşəm. Yəni bu yeni gün kimsə gətirib bizim həyata maşın qoyubdu. O maşını evə bir dənə çulğur salıb, bir dənə problem salıb. Görməmisiniz o maşını kim gətirib qoyub? Mən görmüşəm də. Sənin qatağın belə onu axtarım da. Kim də? Deyirəm, bax dedim. Getdim gördüm bir dərdə bir bərbər, avru bərbər verdir. Dedim o bərbər niyə bərbər verdirsən? Dedi bu bərbərin atası bərbər, mən bərbərin atası bərbər. Sən nə adamsan? Bərbər soruşdum. Maşının sürücüsü soruşdum. Bərbər soruşdum səndən. Ha bu niyə belədir? Bu yalan deyil. Mən görmüşəm. Mən getdim gördüm bir dərədə 7 qara qaşqa təpəl səkil keçi var. Dedim, mən 7 qara qaşqa təpəl səkil keçi. Mənim 7 qara qaşqa təpəl səkil keçimi gördün. Dedim, mən sənin 7 qara qaşqa təpəl səkil keçini görmədim. Maşın yox, nə maşın görmədim. Keçin soruşdun, gəl küləşdir. Ancaq keçi. Həmən maşın soruşdun. Abi sən içəsən bu dubinə yığıncağına nə tər yola getsən abi başına? Bunları boş ver Sadiq. Sən yer olsan bilsən nə edərəm? Nə edirsən? Boz atın, boz torbasın, boş as başından. Afan islat gətir, yaş as başından. Nə başından? Ay, sizin taytışınız gedib aşbaz abbası asanda da azasın. Aşbaz abbası, mənə bir basma tas, as. Bu nə cürü basma tas? Ay, adınızı qoyun dubinə ansamblı. Gedin məclislərdə şou göstərin. Şou? Bəli, bu şoudur. Amma reality şoudur. Əziz tamaşaçılar, bax gördüyünüz bu avtomobil kiminsə qismət olacaq. Kim axırıncı əlini götürsə, o maşının sahibi də, bu maşının sahibi o adam olacaq. Bax, burada görürsünüz bir neçə ailədən, hər irqdən, hər qitədən, hər yerdən adam gəlibdir. Kimin qisməti sizə xeyirli uğurlu olsun. İlk öncə təşəkkürlərimi bildirirəm sponsorlar. Sadiq, bəri gəl. Buyurun. İlk sözü, ayrı sözdür. Usta, bu maşın mənimdir də, nartist gelirsən. Niyə yığırsan məni cəmatın içində bura? Az bacımın qırıdına, bacımın gözü götürmür. Eləmir, görmürsən, mikrokeys adda qoşmuşam, geçək olsun mənə. Belə göz şov eləyirik ki, sənin qismətindən ağırlığı olmasın da, maşın bir səbir olur. Hörmətli tamaşaçılar, bax bu avtomobili bizə verən şirkətə təşəkkür eləmək istəyirəm. İlk öncə baş sponsorumuz olan... Qaçırdacan, sponsorları qaçırdacaqsın. Buyur, mən başa düşə... Yavaş ol, nə başa düşə? Mən başa düşə bilmədim. Bu soyuqda, bu qiyamatda mənə nə lazımdır? Burada mən nəyə dayanmışam? Nəyə dayanmışam? Əlini qoy şoğa, maşın az qaladan getmiş. Maşın mənimdirsə, bizimdirsə, burada nə ölümüm var mənim? Mən üzr istəyirəm. Vəfa xanım əlini götürəndə mənim əlim buradaydı. Qan eynidir, gen eynidir, tərəfkeşdirsən. Arvadlarımın yönünü mənə deyəcəklər ki, bacına verdim maşını. Nasıl siz 2 nəfərsiniz də sən udursan və ərin qalib gəldi. Yaxşı, Bir daha deyəndə bayaqdan alındıra bilmirəm. Əziz baş sponsorumuz Həcci... Həcciyə təşəkkür edirəm. Buyurun. Sən hamını bir danışırsan. Ay bala, hamıya deyirəm ki, duyğu çox güclüdür. 24 saat əlini götürməyəcək maşın üstə. İndən əlinizi götürün, cəmaat maşının üstə. Sizə geri tərsir edir. Ağız ayrıq şeylərdir, get. Geri, davam elə. Şovumuz davam edir və iştirakçılarla tanışdığımız davam edir. Bəli, hər zaman öz yerini bilən, həmişə arxada olan maşının arxasında Fazil bəy görür. Yəni, yavaş patres qoparsın, nə olur? Mən görməmiş adamsınız. Fazil bəy, yaşlı adamsınız. Yorulmamışsınız, taqətdən düşməmişsiniz. Yox, yorulmamışam. Şükür bu günümə. Şükür, milyon şükür sən. Yəni bu söhbət sənsin qutardı, bu şovdan. Sən mən niyə anlatdın sana? Əlgi çəkildə qarşı, mən anlatmadım ki. Son sözləriniz, ürək sözləriniz, buyurun. Əsərdə deyilir ki, arvad ayaqqabı döl bir cüt alasan. Sən nə qədər danışsan, sənin başın əldən getdi. Hoş gəldi. Bəli, gördüyünüz kimi, bəli, fasili gördük. Bəli, yox, finala doğru gedirik. Və şovumuzun bax bu yerində ürək döntülərini eşdirik. Dodop. Ay, bu maşın ürək döyünü. Yoxsa motor vurdu ha? Bu nə tutuldu? Nə oldu? Bu nə day Sadiq? Buradan mı gəlir? Ay, zvanakı vur. Dönüm.
Bu kim da? Kim da? Görmə, kimsə qaç. Bilmirəm. Buyurun özünüzü təqdim eləyin. Mən maşının yiyəsi. Burada nə gəlsən bəs sən? Qardaş, axşam işmişdim, dedim o burada evə getməyim. Bu darvaza da açıq idi. Gördüm maşını burada, yatdım bagajda. Düşdü, bayramımızda mübarək. Nə? Nəyimiz mübarək? Deyir bayramımız mübarək. Sadiq! Bu nə məsələdir? Bu şoydu, bu şov bitti. Əsl şov indi başlayır. Nədən xəbəri yoxdur ki? Xəbəri yoxsa heç onda belədir. Sarı nədir Sadiq? Deyirəm sarı bir çay gətir içimdən. Ay bala sən mənim qulağımı yaman qurtarın. Ay sağ ol, ay sağ ol. Biz necə demişdik, sən də elə dedin, hə? Əvvəl bir xeyir dua verməz deyim nə məsələdir. Hayır olur olsun, ha. Deməli. Deyirəm ki, ona kişmiş deyirəm, ha qara. Akara? Ona qara deyirəm, ha kişmiş. Sən də belə birdən-birə maşın almağını zadın, belə nəfəsinə gətirir, yəni pis bir şeylər. Oğur kişi. Bilməyə deyiyorum ki, mən burada nə belə ölümüm var. Mən ümumiyyətlə... Əlini qoyaz maşın alda. Fazil, yaşlı adamsan, yorulmamışsan. Yox, yorulmamışam, şükür bu günə. Şükür, milyon şükür. Ümumiyyətlə, sizdə ad qoymaqda problem var. Sənin atan lətafət kişi, ümumiyyətlə fikir vermişəm, hər şeydə. Acılım mənim adım Sevdadır. Oğlum, başqadan sənin adın Sevda deyil. Kim eləyirlər balet? Kim eləyirlər balet? Mən eləyirlər balet. Kim eləyirlər balet? Kim eləyirlər balet? Kim eləyirlər balet? Mən eləyirlər balet. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başa çatdı.